Həftənin əvvəlində Ucar rayonunda gənc qadının azyaşlı körpəsi ilə birgə itkin düşməsi rayon polisini ayağa qaldırdı. Bir neçə gündən sonra isə qadının körpəsi ilə birgə geri qayıtmasından məlum olub ki, o sosial şəbəkələrdən birində tanış olduğu oğlanla birgə gedib. Ailəli qadının virtual dostu ilə qoşulub qaçması və yenidən geri dönməsinin səbəbi nədir? Bütün bunlara cavab növbəti materialımızda. İzləyək. Ucar rayon Heydər Əliyev prospekti 138, mənzil 27 ünvanında yaşayan Rahim Əsgərov, həyat yoldaşı Dürrə Əsgərobanın itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Rahim Əsgərovun müraciəti əsasında Ucar rayon polis şöbəsinin tədqiqat qrupunda araşdırmalar başlayıb. O zaman məlum olub ki, 21 yaşlı Dürrə Əsgərova 9 aylıq qız körpəsi ilə birlikdə günorta vaxtı naməlum şəkildə evdən çıxaraq bir daha geri qayıtmayıb. İtkin qadının həyat yoldaşının bildirdiyinə görə bu günlər ərzində onların arasında heç bir ailə problemi yaşanmayıb. Dürrənin hansı səbəbdən evdən getməsi ona sirr olaraq qalıb. Hətta Dürrə evdən gedərkən ailəsinə vida məktubu yazaraq onu bir daha axtarmamağı və uzaqlara getdiyini bildirib. Ömrünün az qaldığını və ölümündən sonra övladına sahib çıxmağı da ailəsinə vəsiyyət edib. Atdığı addıma görə isə valideynləri və ailəsi tərəfindən bağışlanmasını istəyib. Həmin gündən Rahim Əsgərov həyat yoldaşını və qızını rayonun bütün xəstəxana və meyitxanalarında axtarıb, lakin onları gördüm deyən tapılmayıb. Birinci axtarışı özüm elədim. Qohum əqrəbələri, xalasıgili, nə bilim, cümana gəldim, ağlıma gəldim, cümana gəldiyim yerləri axtardım və gördüm heç bir səs sonra çıxmadı. Xəstəxanaya getdim. Xəstəxanada uşağın şəkillərini verdim ki, bəlkə belə bir adam gəlib sizə nəsə bir məlumat verər. Dedi, yox, elə bir şey olmuyor. Daha sonra axtarışları davam etdirən Ucar rayon polis şöbəsi əməkdaşları itkin düşən Dürrənin izini Sumqayıt şəhərində tapıb. O zaman məlum olub ki, Dürrə Əsgərova internet vasitəsilə tanış olduğu Mirkərim adlı şəxsə qoşularaq körpəsi ilə bərabər Sumqayıt şəhərinə gəlib. İndi onu tapsaydım da, öldürsəydim də, indi mən türmədə olardım. Mən istəmədim ki, onun kimi zinakar qadının qanına əlimi vurmadan gəldim Ucar rayon. Sağ olsun devlətimiz var, polislərimiz var, əsasımızın keşini qoruyub, gəldim müraciət elədim. Araşdırma zamanı istizlərlə müəyyən edilmişdir ki, Əsgərova Dürrə 1985-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Seyidov Mirkərim Ağabalaoğlu ilə telefon əlaqəsi yaratmış və onunla birlikdə ailə qurmaq məqsədi ilə Sumqayıt şəhərinə getmişdir. Lakin burada da çox qala bilməyən Dürrə bir neçə gün sonra ata evinə dönüb. Burada isə onu yaxınları ilə yanaşı polis əməkdaşları gözləyib. Dindirmələr zamanı məlum olub ki, o Mirkərim Seyidovla telefon əlaqəsi yaradaraq onu Ucar rayonundan aparmasını istəyib. Onların ilk görüşü də rayonun avtovağzaları arasında baş tutub. İlkin ifadəsi zamanı Dürrə Əsgərova evdən qaçmasına səbəb həyat yoldaşı tərəfindən fiziki təzyiqlərə məruz qalması və ata evində isə geri qayıtmasının qəbul edilməməsi kimi göstərib. Bunun səbəbi həyat yoldaşı Əsgərov Rahim və onun qaynanəsi ilə evlərində aralarında münaqişə olmuş və bununla əlaqədar özünə məxsus olan geyim əşyalarını və şəxsiyyət vəsiqəsini götürüb Mirkərimlə ailə qurmaq məqsədi ilə onunla birlikdə Sumqayıt şəhərinə getmişdir. Mən həyat yoldaşım, mən qaynanam, mənə gün vermirlərdi. Mən hər gün təhqir edirəm, neçə dəfələrlə dalaşmışıq, məni döyüb də, məni bezdirir, cana yıldırdı. Məcbur oldum ki, həmən oğlundan qoşulub qaçam. Boşanmaq neçə dəfələrlə məni evdə təhqir edirlər, qoğulayıblar ki, biz səni boşayırıq, çıx getcindən, uşağı qoy burada getcindən neçə dəfələrlə. Öz evimə gedə bilmədim, mən öz başımı o evdən götürüb qaçdım. Mənim atam yönlü bir insan olmayıbdır, içən olubdur, dalaşan olubdur. Məcbur oldum, ailə həyatı qurdum ki, bəlkə gedib burada bir xoş gün görərəm. Sonra gördüm, yox, burada da həmən eyni şey. Məcbur oldum ki, çıxım gedim. Evdən qaçarkən ailəsinin yanına deyil, tanımadığı şəxslə bərabər getdiyinin peşmançılığını çəkən qadın bunu ilk addım atdığı zaman deyil, məhz Sumqayıtda yaşadığı günlər ərzində anlayıb və yenidən valideynlərinin yanına qayıdıb. Aldı ələ, dedi, nə bilim, istəyirəm səni, belə qəbul edirəm. Mən də bezilmiş bir insanam. Dedim, yəqin, axılsız başda nətər ola bilər? Dedim, yəqin, istəyir, qəbul edir. Dedi, evlənərik, saxsı kəbinli ailəm də səni qəbul edir. Madam ki, sənin həyat yoldaşın sənə bu pis həyatı yaşadır, mən sənə bu həyatı yaşatmaram. Ən azından balana yazığım gəlir. 4 gün mən apardı bir, nə bilim, bir evdə qoymuşdu, heç özü evdə olmurdu. Apardı qoydu, 3 gün qaldım. Gördüm, yox, bu nəsə
yaxşı adam oxşamır. Çıxdım, qaçdım. Telefonda danışmışıq çatda. Nömrəmi istədi. Ancaq ailəsi haqqında danışırdı, baş keçsin. Nə deyir ailəsi? Nə üçün yoldaşım incidir, qaynanam mənə belə deyir. Qərar verdim ki, mənə deyir ki, gəlməsin özümü öldürəcəm. Bezmişəm, qala bilmirəm burada. Və əlini atıb sonra mənə atası, mən nə edirəm ona? Onunla kimi ərarva kimi yaşayam. Hazırda faktla bağlı Ucar rayon polis şöbəsinin tədqiqat qrupunda araşdırmalar aparılır.